Bakıda gənc pediatrlardan biri var, müasir. Desəm ki 60 yaşdan yuxarıdır, deyəcəksiniz ki, əşi bu Sovet vaxtından. Yox, gəncdir. Müasir xarici təhsil alıb. Onun çıxışını mən dinlədim. O deyir ki, uşaqların fiziki və psixoloji sağlamlığı, fiziki hətta və psixoloji sağlamlığını təmin etmək üçün icazə verin, getsinlər torpağın üstündə ayaq-ayağını yerisinlər. Təbiətlə təmasda olsunlar. Üst başın bulasın, eybi yoxdur, toza batsın, palçığa batsın. Təbiəti duysun. Bu insanın psixologiyasına uyğundur. Çünki sağlam biz bədəndə sağlam can olur. Bəli, çünki biz təbiətdənik axı. Biz təbiətdənik də. Mövlana deyir ki, kim kökündən uzaq düşürsə, axtarır kökünü. Kökünü axtarır, darıxır. Deyir, biz Allahdan uzaq düşmüşük. Ona görə neynamədir də, neynamə. Neyi qamışdıqdan deyir, kəsirlər, götürürlər. Ney nalə eləyir. Ney. Nalə eləyir, bilirsən niyə nalə eləyir? Qamışlığa getmək istəyir. İnsan da deyir, Tanrıdan qopub, Tanrıdan qopub. Tanrı göydən dərdi məni, Ramiz Rövşən deyir. Mövzudan uzaqlaşırıq, qayıdıram. Oradan uşaq da təbiətdən, biz təbiətdən qopmuşuq axı. Uşağı təbiətə qaytarmaq lazımdır. Nə etmək lazımdır? Neynəməliyik bu? Neynəməliyik? Cavab. Valideynlər uşaqlarını həftədə bir dəfə, 2 dəfə, 3 dəfə aparıb parkda buraxmalıdırlar torpağın üstündə yerisin. Ayaq-yalını yerisin. Üst başın bulasın. Eybi yoxdur. Narahat olma. Aparıb yuvarsan. Narahat olma. İcazə ver onu duysun. Yoxsa səhərdən axşama qədər təbiətdən kənar, xüsusilə şəhər yerlərində bu problem yaradacaq. Kimsə deyə bilər ki, əşi müəllim nağıl danışma tamamdır. Nəticəsini sonra görürük.